Salam aleyküm əziz insanlar, kanala xoş gəldiniz. Görünüşə fikir verməməyiniz üçün sözlərimin sizi lazım ola yerə yönləndirməsi üçün mən sizi çağırıram ki, xarici görünüşə fikir verməyəsiniz. Ümumiyyətlə bu dünyada insanlar ilk öncə içlərində olan güdülər var da, insanın güdüləri. Beyin strukturuyla beynin tələbatlarına uyğun olaraq formaya fikir verirlər. Ona görə də mən deyirəm ki, beyin heç vaxt şuurun nə olduğunu görməyəcək, bilməyəcək, anlamayacaq. Beyin ilk öncə formaya fikir verir. Yəni eksperiment keçirdiblər. 2 dənə uşaq, balaca uşaq da körpə. Bunların yanına həm eybəcər insan yaxınlaşıb, həm də gözəl insan yaxınlaşıb. Bunlar hər zaman bu 2 körpə gözəl insanın yaxınlaşmasını hiss edəndə, onu görəndə onu əlləri ilə can atırdılar. Eybəcər insan yaxınlaşanda ondan uzaqlaşmağı seçirdilər. Yəni bizim beynimiz bir növ riyazi balans olan sifətləri görəndə, cisimləri, formaları görəndə, bunun üstünə yüklənmiş modern çağın sivilizasiyanın egosunun yaratdığı, sosial parametrlərin insanlarda yaratdığı kompleksli görmə qabiliyyətini nəzərə alanda insan nə edir? İnsan təbii ki, gözəl formaya, gözəl cizgilərə, gözəl üzə fikir verir. Və məsələn, insanın hansı paltar geyindiyinə, gözəl görünüb görünmədiyinə, çirkin olmamağına fikir verir. Ona görə bir çox insanlar video çəkəndə bu barədə düşünür. Çünki onlar anlayır ki, ilk öncə onları fiziki görünüşünə fikir verəcəklər. Onların nə dediyinə isə çox insan önəmlik verməyəcək, önəmsəməyəcək. Məsələn, mənim dediyim kimi, əgər bu videoları tutaq ki, bir qız çəksəydi, eybəcər belə olsaydı, bu videolar çoxlu sayda baxış yığacaqdı. Yəni, qız istəyir anlamadığı mövzulardan danışsın, yaxud da ki, gic-gic danışsın, fərqi yoxdur. Məsələn, burada sosial şəbəkə YouTube'da nə qədər qız var, güya ki, qız oğlan fəlsəfədən danışır. Anındaca görünür ki, bunun öz təcrübəsi yoxdur. Ruhsal təcrübəsi, məntiqsəl təcrübəsi yoxdur. Bu sadəcə oxuduqlarını paylaşır və bunun da səbəbi nədir, məqsədi nədir? Ki, populyarlıq qazansın. Məsələn, 15 yaşlı yeniyetmələrdən soruşurlar ki, siz kim olmaq istəyirsiniz gələcəkdə? Deyir ki, biz bloger olmaq istəyirik. Niyə? Çünki gözünü açandan görür ki, bu belədir də. Burada həm pul qazanmaq olar, həm hörmət qazanırsan, həm populyarlıq qazanırsan. Yəni, bizim iç güdülərimiz, dediyim, nəfsimiz, necə ki, məsələn, Koroğlu dövründə, əgər sən 16 yaşında, səhv dedim, Koroğlu yox, Kitabi Dədə Qorqud dövründə, əgər sən 16 yaşında baş kəsməmisənsə, populyar olmursan, səni sevmirlər, bəyənmirlər, kişi hesab eləmirlər. Eləcə də iç güdülərimiz o heyvansal cəmiyyətdə, toplumda özümüzü göstərmək istəyimiz bu günümüzdə də var. Nə olsun ki, texnoloji dövrdə yaşayırıq. Amma bizim heyvansal, nəfsani təbiətimiz bir tərəfə getməyib. Ona görə Əl-Qəzali deyirdi ki, birinci heyvan gəlir, ortada insan, o tərəfdə də körpünün üstündə insan var, o biri tərəfdə də mələk var. Yəni, heyvani təbiətdən biz gəlirik və ədəb, ərkan, kamil insan olmaq ideyası təmizlənmək, yaxşı
universal ideyada olan bir insan formasına gəlib çatmaq, həm fiziki olaraq, həm şuursal olaraq içimizdəki negativdən və sairə tipaj şeylərdən azad olmağa biz kamilləşmək deyirik və sanki bununla gözəl bir insana, ədəbli, kamil bir insan dediyimiz, Nəsiminin kamil insan dediyimiz bir insana gəlib çevrilirik, çıxırıq. Amma məsələ ondadır ki, çox vaxt bu sadəcə reallaşmamış bir plana çevrilir. Yəni sən nə qədər istəsən də pislikdən azad ola bilməyəcəksən. Yəni öz içindəki negativdən qurtula bilməyəcəksən. Tutaq ki, mən illərlə özümə qalib gəlməyə çalışmışam. Yəni pis negativ tərəflərimə qalib gəlməyə çalışmışam. İçgüdülərimin içində məsələn şey yox idi. Bu məsələn siqaretdir, spirtli içkilərdir, cinsiyyətlə bağlı pozğunluqdur, yəni şəhvətdir. Bunların dalıca qaçmırdım, bunlardan uzaq idim. Sonra altruizm dövründə yaşayırdım ki, hamıya paylamaq, özünü düşünməmək və s. və s. Amma hər dəfəsində gördüm ki, həmin o müəyyən edilmiş ideala gəlib çıxa bilmirəm. Və burada böyük problemlərdən biri yatır. Monoteist dinlərin sizə təqdim etdiyi böyük bir problem. Nədir bu problem? Onlar insanı iki yerə parçalayır. Deyir ki, bax bu sənin yaxşı tərəflərindir. Onları biz qəbul edirik, toplum, Allah qəbul edir. Bunu eləsən səni sevəcəklər. Bu isə sənin pis tərəflərindir, negativ tərəflərindir. Carl Gustav Jung'un kölgə dediyi şuuraltı ya devr edilən tərəflərindir. Bunu qəbul etməyib. Ona görə deyilir ki, hər bir insanda həm yaxşı, həm pis var. Amma əslində bu düzgün deyil. Niyə görə? Baxın, mən indi sizə həqiqəti açıqlayıram. Sənin özünü, öz psixikanı həm yaxşı, həm pisə bölməyin, həyatı pisə, yaxşıya bölməyin, həyatın içində oynamağına, seçim haqqının olmasına, inanmağına gətirib çıxardacaq. Sən həyatla nəsə yarada biləcəksən. Bunu seçdin, bundan uzaqlaşdın, onu seçdin, ondan uzaqlaşdın. Amma sənin həyatı, yəni bu addım sənin həyatı təmiz bir şəkildə bütöv görməyinə imkan verməyəcək. Çünki sən parçalamısan, sən əvvəlcədən bu səhvi eləmisən. Səhv düşüncənin içində ola-ola sən başqa düşüncələr ürüdərək düşünürsən ki, sən düzsən. Hansısa yaxşı bir, məntiqsəl bir nəticəyə gəlib çıxacaqsan. Amma sən səhv düşüncə ilə başlamısansa, sən yaxşı düşüncələrə, yəni məntiqə əsaslanmış düşüncələrə gəlib çıxa bilməyəcəksən. Çünki bölməyin özü səhvdir. Amma monoteist dinlər min illərdən bəri hər şeyi bölürdü. Məsələn, biz deyirik ki, İslam ənənəsi deyir ki, 100 mindən artıq peyğəmbər olub. Siz Yahudilərə baxsınız, görəcəksiniz ki, onlarda peyğəmbərlik seçilmişliklə əlaqəli deyil. Bu, onların özlərinin seçilmiş olduqlarına inanmasıdır və peyğəmbərlik qohumdan qohuma, yaxından yaxına ötürülən bir şeydir. Məsələn, sən Yaqub peyğəmbərsən. Niyə sənin oğlun Yusif peyğəmbər olmalıdır? Niyə? Niyə sənin yaxınların peyğəmbər olmalıdır? Niyə onun oğlu, onun oğlu, onun oğlu peyğəmbər olmalıdır? Niyə? Yəni görürsünüz, bu cəfəngiyyatdır da, heç bir peyğəmbərlik deyilən bir şey yoxdur. Hamısı
cəfəngiyatdır. Yəni insanlar o vaxt uydurduqları, onlara belə deyəcəm sizə. Biz indi buna baxanda deyirik ki, bu boş şeydir, yəni Allah tərəfindən göndərilməyib. Onlar da bilirdi ki, bu Allah tərəfindən göndərilməyib. Sadəcə hər bir qövm, hər bir tayfa, hər bir xalq, müəyyən bir xalq, kiçik miqdarda insanların həcmi olsa da, bunlar düşünürdü ki, bizə müəyyən edilmiş bir fəlsəfə lazımdır, düşüncə lazımdır ki, biz bundan yapışaq, bizi birləşdirsin və biz özümüzü qorumağa başlayaq. Niyə Kitab-ı Dədə Qorqud belə bir kitabdır? Baş kəsməyi tərifləyən bir kitabdır. Hı? Çünki həmin o tayfalar anlayırdı ki, biz baş kəsməklə məşğul olmasaq, bizi öldürəcəklər. Ona görə onların simvolikasına çevrilmişdir. Bu da həmçinin Yahudilərə də aiddir, seçilmişliklərinə inanıblar. Məsələn, kölə olublar 200 il ərzində Assuriyada. Nə olsun? İnanıblar ki, biz seçilmişik. Və bu seçilmiş olmalarına inanmaq onların sağ qalmaqlarına gətirib çıxardı. Yəni, bunların hamısı bir ideyadır. Hər bir xalq, hər bir şey ideyadan yapışır. Hər bir xalqın kökündə sütunsuz bir mifologiya dayanır. Bildiniz? Məsələn, indi hamı türkçülükdən yapışır. Tutaq ki, sən türksən. Bunu niyə egona yapışdırırsan ki? Hə? Arthur Schopenhauer demişdi. Özü-özlüyündə bir şey olmayan, bir qabiliyyəti olmayan, bir bacarığı olmayan insan öz qürurunun son yapışma dirəyi olaraq patriotizmi seçir. Sivilizasiyasından yapışır. Ölkəsindən yapışır. Niyə görə? Çünki başqa bir şey yoxdur bu insanın. Onun şəxsiyyəti ideyalardan ibarətdir. Və ona görə deyirəm ki, özünü dərk eləmək istəyən insan deyə bilməz ki, mən Azərbaycanlıyam, mən burada yaşayıram, buyam, Azərbaycanlıyam, türkəm, bu qövmdənəm, bundanam, müsəlmanam. Sən bunu deyərək, sən sadəcə hansı bağlardan asılı olduğunu, hansı egregorların içində olduğunu bizə göstərirsən. Məsələn, sən deyirsən ki, mən Azərbaycanlıyam. Deməli, sən yer planetinə aid deyilsən. Sən kosmosun övladı deyilsən. Sən universe, yəni ki, kainatın balası deyilsən. Sən Azərbaycanlısan. Və bu ideyalar hamısı zihində mövcuddur. Nə deməkdir zihində mövcuddur? Sən uşaqlıqdan dünyaya gələndə sən ideyalar aləmində yaşayırsan. Platonu ona görə bir çox insan bəyənmir. Çünki o sənin düşüncəvin, yəni bu realistik, sütun saydığın düşüncələrin kökünün altından belə mişarla kəsir və səni boşluqda saxlayır. O sənə başa salır ki, bunlar ideyalardır. Məsələn, insan olmaq ideyadır, Azərbaycanlı olmaq ideyadır, müsəlman olmaq ideyadır, türk olmaq ideyadır. Bu ideyaları ürüdən nədir? Sənin egon. İndi baxın, bizi nətər cəhənnəmin, bura söyüş söymək lazımdır, amma söyüş söyləyim. Cəhənnəmin dibinə salırlar uşaqlıqdan. Sənə bu ego proqramlarını, ideyalarını yükləyirlər və sənə deyirlər ki, egoist olma. Yəni, müsəlman ol, Azərbaycanlı ol, türk ol. Amma və lakin şəhvətini göstərmə. Yaxud da ki,
Digərlərini incitmə, digərlərinə gücünü göstərmə. Elə bil, neynirlər? Bəli, sizin anladığınız kimi ego nədir? Şəxsiyyət nədir? Şəxsiyyət min illər ərzində şirnikləşdirməklə və cəzalandırmaqla ortaya gətirilən bir məfhumdur. Min illər ərzində cəzalandırılıb bu. Bu tərəflər cəzalandırılıb, bunlar layiq olunan kimi qeyd edilib. Bunlar yaxşıdır sənin içində, bunlar pisdir. Bildiniz? Min illər ərzində, yəni insanlar bununla məşğul. Tərbiyələndirmə, necə ki biz heyvanları şey eləyirik. Məsələn, bu it var idi, bunu bundan calaşdırdıq. Məsələn, bu inəyi bundan və bu istədiyimiz inək oldu. İnsanı da insanlar belə eləyib. Ona görə sizin kitablarda oxuduğunuz Allah, yaradıcı, tanrılar, onlar insanların təqdim elədiyi Allahdır. Məsələn, Quranı götürsək, Quran kitabını, onun 112-ci surə, İxlas surəsində Allah barəsində deyilən düzdür. O doğulmuyub, doğmayıb, düzdür. Bunu tam başa salmaq olmur. Bunun üçün ya sən mistik olmalısan, İbn Ərabi olmalısan. Məsələn, Dzogchen fəlsəfəsindən, Dzogchen fəlsəfəsindən başın çıxmalıdır. Qalan hər bir şey isə sadəcə insanın, yəni uydurması kimi bir şeydir. O kitabın içində bəli, həqiqəti əks etdirən ayələr var, amma kitabın qalanı sadəcə görsən ki, bir insanın məntiqindən ürüdülən bir şeydir. Yəni bir dini kitabın içində niyə insanın həyat yoldaşlarından bəhs edilsin ki? Niyə alış-verişdən, qanunlardan danışılsın ki? Niyə? Bu kitab Allah haqqındadırsa, orada insanlar barəsində bir şey olmamalıdır. Amma Peyğəmbər məcbur idi ki, qoyun ərəblərlə otursun, dursun. Yəni, təsəvvür eləyirsiniz də, insanlar o qədər axmaq və səfeh idi ki, Peyğəmbərə yaxınlaşıb deyirdi ki, biz əlimizi necə yuyaq, tualetə necə gedək? Yəni, o qədər qoyun adamı idilər. Məsələn, insanlar qoyunları gətiriblər, Peyğəmbər də bunlara baxır, bunlar da deyir ki, tez eləyək. Deyir, hara tələsirsiniz? Deyir, yoldaşlarımız bizi evdə gözləyir. Yəni, ehtirasdan, şəhvətdən deyir, tez eləyək, kəsək, gedək, cinsiyyətim mənə narahat edir. Yəni, ərəblərdə cinsiyyətini kontrol etmək deyə bir şey də yox idi. Məsələn, kişilər huri mələklərlə vaxt keçirəcək. Yəni, o deməkdir ki, sıravi bir ərəb üçün onun həyat yoldaşı bir adi bir heç idi. Sevdiyi qadın deyildi, sadəcə elə-belə bir funksiya idi. Bildiniz? Yəni, buna da tarix baxımından baxmaq lazımdır. Tarixçilər neynir? Tarixçilər qoyun kimi ancaq xronologiyanı öyrənir və düşünürlər ki, tarixi bilirlər. Mən bir tarix müəllimi ixtisası olan birisi kimi deyə bilərəm ki, tarixi hiss eləmək lazımdır. Hiss eləmirsənsə, yəni tarixin heç bir anlamı yoxdur. Hissiyatın olmalıdır, hiss eləməlisən. İnsanların o dövrdə necə yaşadığını, insanın psixikasını bilməlisən. Məsələn, mən 7-ci əsrdə yaşayan insanın psixikasını bilirəm. İlk öncə sən o insanı anlamaq üçün onun hansı coğrafiyada yaşadığını anlamalısan. Başa düşməlisən ki, səhra coğrafiyası insanın psixologiyasına təsir edir və başqa bir ab-hava yaradır. Məsələn, sən Azərbaycanda yaşayırsan, sənin üçün mistik gəlmir. Tutaq ki, sən Göygölü görürsən, dağ görürsən, meşə görürsən. Sənə mistik gəlmir bu. Amma səhrada yaşayan görür ki,
Duna bugün buradadır, yoxa çıxdı, sabah oradadır. Yolla gelir, baxır, itdi. Ucu buradadır, görür, fırlanır. Onun psixikası başqa cürə formalaşır. Bildiniz? Yəni bu tarix var, insanların psixikası var vesaire vesaire şeyler var. Bunları nəzərdə almırlar. Yəni deyirlər boş şeydir. Neyse. Mən dini tənqid edən insan deyiləm. Çünki yenə deyirəm, o gicbəsərlər var, dini tənqid edirlər. Belə türklər filan. Dini tənqid elədin, fəlsəfəni tənqid elədin, dini tənqid elədin. Sən güya insanların düşünməsinə gətirib çıxartdın da. Bəs səncə insanlar düşünüb həqiqəti biləcəkmi? Yəni sən özün agnostik ola insanlara nəyi verəcəksən? Hə? Heç nəyi. Sən sadəcə insanların içində təşviş yaradacaqsan. Sənin tupoy ağlına elə gəlir ki, sən tənqid elədin, onlar düşünməyə başladı, güya ki azad oldular. Yox. Onlar təşviş içində, narahatçılıq içində qalacaqlar və getdikcə yiyəcək bunları. Ona görə də nə etmək lazımdır? Kitab oxumaq filanla deyil. Sən özün həqiqəti dərk eləməlisən. Ondan sonra insanlara özlərinin içində olan həqiqətə işarə verməlisən, yönəltməlisən onları. Mənim dediyim sözlər də əslində yönəldici sözlərdir. Ona görə tənqidin bu təhlükəli tərəfi də var. Romantik fəlsəfə də təhlükəlidir. Məsələn, mən sizə Allah haqqında hekayələr danışıram, fikirlərimi bildirim. Bunlar da təhlükəlidir. İnsanlar var ki, hacılar. Sən dərdinlə gəlmirsən yanına, Allah haqqında hekayələr danışır. Mistika haqqında hekayələr danışır. Məsələn, həmin o filosof, müşfiq, mistika, Allah haqqında danışır, hekayələr danışır. Allah belə elədi, Allah bağışlayacaq, Allah belə. Yəni nədir? Sən özünü Allahın ambasadoru hesab eləyirsənmi? Sən özünü Allahın sekretar, mühasibatçısı hesab eləyirsənmi? Yaxud da ki, sən Allahın şirkətində işləyirsən, bizim səndən xəbərimiz yoxdur. Hə? Xeyr, insan sadəcə bilir ki, cəmaat qulaq asır belə şeylərə. Cəmaatın xoşu gəlir. Cəmaatın çünki yarısı inanmaq, ümidlənmək istəyindədir. Mən isə əsl ustadlar kimi özümü ustad saymıram, amma onların hərəkət elədiyi kimi hərəkət edirəm. Sənin diqqətini içinə yönəldirəm. Yəni lazım olan bir yerə yönəldirəm. Siz ona görə əsl ustadla danışanda belə deyim, elə bil əlində bıçaq tutmuş bir insanla danışacaqsınız. Onun yanında zırıldaya bilməyəcəksən. Mən əzab çəkirəm deyə bilməyəcəksən. Başqası sənə ümid verəcək, dirək verəcək. Əsl ustad sənə deməyəcək. Əyyubun hekayəsini oxu, namaz qıl, dua elə, fikirləş, psixologiya yüklən. Bu baxımdan da bu deyirlər ki, psixologiya köməkli eləyəcək. Çox vaxt yox. Çünki psixologiya psixikaya kömək eləyir. Həqiqətə kömək eləmir. Ekzistensial bir şey bərpa. Dərdinizi müalicə eləməyə kömək eləmir. Əsl ustad deyir ki, yönəl öz içinə. Öz içinə deyəndə nəyi nəzərdə tutulur? Onlar deyirlər, əşki bir hacı başdan xarab deyirdi ki, Peyğəmbər deyirdi ki, sizin içinizdə milyonlarla şey var, hədiyyələr var, möcüzələr var, onları tapmaq lazım. Qoyun danışır, romantik bir hekayəyə çevrilmiş mifoloji bir dildə, üslubda bunu danışır, amma içə yönəlmək nə deməkdir, başa düşmür. Öz dediyini anlamır. İnsanlar özlərinin dediyi sözləri niyə görə, nə üçün dediyini anlamırlar. İnsanlar öz şuurlarının yaratdığı Matrixin içində yaşayırlar. Sizə elə gəlir ki, əziz insanlar, güya ki Matrix buradadır da, Matrixsə budur. Yox, Matrixsə sənin ağlının yaratdığı bir şeydir. Sən də onun içində zindandasan. Nə deməkdir bu?
Mən danışıram. Sən elə düşünürsən ki, sən mənim sözlərimi anlayırsan, anlamırsan. Sən sadəcə öz gördüyünü, öz hiss elədiyini, öz təsəvvür etdiyini, öz təcrübəndə olan bir şeyi anlayırsan. Bu qədər. Məsələn, sənin mistik təcrübən yoxdursa, mən halbuki deyirəm ki, ruhani təcrübə çox önəmlidir. Yoxdursa, sənin üçün mənim dediyim sözlər sadəcə məntiq baxımından düzgün bir-birinə silsilə ilə bağlanmış sözlər kimi gələcək, deyəcəksən ki, bəli, düz danışırsan. Varsa, sən bunu başqa cürə hiss eləyəcəksən. Mistik təcrübə ona görə önəmlidir. Özünə yönəltmək nə deməkdir? Yəni, öz içindəki işığı görmək. İşıq nədir? Öz içinə nə deməkdir? Mən deyirəm ki, bədənin içinə baxmalısan. Başın içinə baxmalısan. Yox. İndi, bax, bu qələmi görürsən, mən sənə başa salıram, hara baxmaq lazımdır. Bu qələmi görürsən, düzdür? Baxdın da, qələmi gördün, düzdür? Baxdın ona, baxdın. Sadə qələmdir. İndi bunu qoyuram bura. Bax, yenə göstərirəm. Bunu qoydum bura. Qələm hardadır? Qələmi gözünü bağla. Hətta gözünü bağlama, belə bax. Ya gözünü bağla, necə istəyirsən. Görürsən qələmi. Görürsən, düzdür? Təsəvvüründə gözü bağlı da olsa görürsən. Qələm sənin yaddaşındadırmı? Yox. Bəs qələm hardadır? Qələm sənin qavrayış sahəndədir. Sənin qavrayış sahən nəyin əsasında durur? Onun əsasında nə var? Onun əsasında huzur dediyimiz bir şey var. Birincisi, görsən, bax, bu sahədir, qavrayış sahəsi. İndi metaforik olaraq mənim nə dediyimi başa düşməyə çalış. Qavrayış sahəsidir. Burada qələm yoxdur. Qələm peyda oldu. Harda peyda oldu? Qavrayış sahəsində. Biologiyaya keçmə. Ay, mənim binokulyar, nə bilim, gözlərim var, orada beyin var, siqnal getdi, buradan belə-belə. Bunlar hamısı sənin düşüncələrindir, rəsmlərdir. Göz haqqında rəsmdir, beyin haqqında rəsmdir, beyin haqqında videodur, gözlərin necə işləməsi haqqında bilikdir, videodur, rəsmdir, düzdür. Bunları harda görürsən yenə? Bunları da qavrayış sahəsində görürsən. İndi, bax, bu qələmin burada olması üçün, burada bu qavrayış sahəsində mövcud olması üçün nə lazımdır? Huzur lazımdır, elə deyilmi? Huzurun içində nəyinsə olması üçün əvvəlcədən huzur lazımdır. Həqiqət ondan ibarətdir ki, bu huzuru siz yaratmırsınız. Bu huzur Rusça присутствие. Sənin hər bir düşüncəndən, sənin şuurundan əvvəl belə gəlir. Hər bir şeydən əvvəl gəlir. Mən fikrindən əvvəl gəlir və o sənsən. Mən yenə deyirəm, bax, mən danışıram. Mən bunları idarə eləmirəm. Ağzımdan çıxan sözləri idarə eləmirəm. Və mən sizləri də görmürəm, mən özümə baxıram və onunla danışıram. Və gördüyüm, ekranda gördüyüm bir personaj sadəcə bir personajdır. Huzur budur. Oturursan və tutaq ki, gözlərin bağlıdır da, bax, nə görürsən? Qavrayış sahəsidir bu. Yəni, onun içində obrazlar görürsən, filanlar görürsən. Onlardan tutulmasan, bax, nəsə görürsən, tutulmasan onlar öz-özünə yox olacaq. Yapışmasan. Ego yapışır. Mənlik ideyası yapışır.
daha dərindən danışmaq olar. Məsələn, yaza bilərəm, filan eləyə bilərəm. Amma mən deyirəm ki, yəni bunu video ilə ötürmək olmur. Bu ayrıca bir şeydir. Bu prosesin necə baş verdiyini, necə olduğunu bilmək. Ego yaran. Ego nədir? Düşüncədir. Məsələn, mən sizə ötürürəm bunu və başa düşürəm ki, bunu ötürmək olmur. Həmçində mən başa düşürəm ki, anlatmaqla heç nə olmur. Həmçində onu da başa düşürəm ki, Azərbaycanda insanlara həqiqət lazım deyil. Məsələn, mənim təqdim elədiyim hüzur haqqında bilik sizi çatmalı olduğunuz yeganə bir yerdir, yeganə məqsəddir. Özünü dərk eləmək həyatda eləməli olduğunuz ən vacib bir işdir. Nəyi dərk eləyəcəksiniz? Öz nədir? Öz nədir ki, sən onu dərk eləyəsən? Araşdırmaq. Sözlərin içində olan yalanı ortaya çıxarmaq. Dərk eləmək deyə bir şey yoxdur. Görmək deyə bir şey var. Çünki dərk eləmək bilik eləməkdir. Bilik eləmək səndən uzaq olan bir şeydir. Mistik bir söz var, işarə. Sən nəyi görürsənsə, o sən deyilsən. Sən özünü görə bilməzsən, bildiniz? Həqiqətdir də bu. Sən nəyi görürsənsə, o sən deyilsən. Fikri, düşüncəni, emosiyanı, filanı sən deyilsən. Sən nəyi görə bilmirsənsə, osan. Dedim, anlaşıldı mı? Yox. Ona görə də məsələn, 2 ildir video çəkirdim. Bir kanal, sonra o birisi kanal və gördüm ki, insanlara bu lazım deyil. İnsanlara ümid, inam lazımdır. Bunu da elə belə çəkirəm ki, daha çox bir məqsədsiz şəkildə bir hobbi kimi bir şeydir. Məsələn, deyirəm ki, kanalın altına lazımdırsa fikirlərinizi bildirin, insanlar baxıb eləyir, amma heç kəs fikrini bildirmir, yazmır. Sizə ən vacib olan hüzura, yəni ki, sizə insan deyir ki, mən sənə Allahın özünü göstərəcəm. Sən deyirsən, yox, mənə lazım deyil, mənə lazımdır ki, mənə yalan danışsınlar, mənə ümid versinlər, mənə pul versinlər, mənə sağlamlıq versinlər, mənə dostluq versinlər, sevgi versinlər, iş versinlər. Alırsınız da, niyə bu insanlar var hamısı? Alırsınız. İnsanlar, məsələn, Kəmalə Poladova adlı bir qadın var, onun kursları var da 200 manat. Dua eləyirlər, filan şey eləyirlər, gedib ona pul verirlər. Burada isə deyirsən ki, hüzurdur, budur. 600'e yaxın video çəkmişəm mən. Həqiqəti açıqlayıram. İnsanlar baxıb nə alır, heç. Çünki lazımsızdır. Siz də diqqətinizi hüzura yönəltməlisiniz. Demişəm də, sözlərlə bunu anlamaq olmur. Deyə bilərsiniz ki, əşi, sən nə deyirsən ki, mən bilirəm də onu. Nəyi bilirsin? Hə? Yenə deyirəm, bizlər düşünürük ki, bilirik. Azərbaycanlı orta statistik bir saqqallı, bığlı, nə bilim, keçəlbaş, ağsaqqal bir kişi fikirləşir ki, mən bilirəm. Niyə Ömər Xəyyam, Safokl, Sakrat kimi o zehnə sahib olan adamlar deyir ki, mən heç nə bilmirəm. Bu axmaqlar qayıdıb deyir ki, mən bilirəm. Nəyi bilirsən? Bir kişi deyirdi, mən bilirəm. Mən o qədər yaşamışam, mənimlə heç kəs mübahisə eləyə bilməz. Kitab oxumayıb kişi. Düşünməyib, kitab oxumayıb. Deyir, mənimlə heç kəs mübahisə eləyə bilməz. Və yaşayır beləcə, 70 yaşına kimi. Oturur belə deyir, mən ağsaqqalam. Siz bu qocaların elədiyi səhvlərə görəndə gülməyimiz gəlir. O da o ağsaqqal. Gəlmişdi bir türk bloger Qarabağa, onu çəkirdi. Dedi, başladı şikayət eləməyə. Sən malsan, hə? Sən bilmirsən ki, gəlib sənin məcbur eləyəcəklər ki, üzr istəyəsən. Görürsünüz, insan 70 yaşı var, amma kafa sıfır. Necə bir yerdə yaşadığını da anlamır. Ona görə düşünmüyor ki, güya yaş artdıqca insan saflaşır, müdrikləşir. Boş şeydir. İnsan yaşı artdıqca insan sırtıqlaşır.
murdarlaşır, iyrəncləşir. Məsələn, 15 yaşın var, deyirsən ki, adama deyirsən, sən səhvsən. Ola bilər başını aşağı salsın, utansın, eləsin. 50 yaşında kişiyə deyirsən ki, sən burada mənə yalan danışırsan, sən səhvsən. Baxır sənin üzvə, belə baxır ki, nə danışırsan sən? 1 qram da sıxılma yoxdur. Deməli, mən yolla gedirəm, arxadan maşın geçir. Mən buradan, bu da arxadan maşın belə salır aşağı. Kişi belə eləyir, mənə deyir ki, durdum belə, durdum. Gördüm bu düşür, az qala mənə vuracaqdı da. Mən biraz arxaya getdim, durdum. Bunun pəncərəsi oldu. Pəncərəsinə baxdım belə. Dedim, mənə vurmaq fikrindəsən. Baxır üzümə. Gördüm ki, yaxşı mod burada işləyir. Burada heyvan kimi danışmaq lazım. Avtomatik kəndistan heyvansal düşüncə formasına və özünü ifadə formasına, yəni yüksək səslə özünü heyvan kimi ifadə formasına keçdim. İnsan mənə qadir bilirsiniz nə deyir? Görmədi. Görmürəm də. Utanmadan eləmədən, qızarmadan, özünü səbəb, günahkar hiss eləmədən. Yəni bunlar o şey var, detektor, yalan detektor. Onu da alladar bu adamlar. Qayıdıb deyir, görmədim. Və mən də deyirəm ki, bu səndə güzgülər var da. Sən arxa-arxaya verirsən, düşürsən. Deyir, mən spuskdan düşürəm, görmədim. Güzgülər var, ona baxmamalısan. Baxmamalısan. Başını çevirib baxmamalısan. Deyir, görmədim. Mən də baxıram buna, görürəm ki, artıq buna nə deyim mən? Heç. Sonra biraz keçirəm qabağı, görürəm insan maşının içindən mənə deyir, xəstə. Nə deməkdir? Yəni insan günahını etiraf eləmir, səhvini etiraf eləmir və mənə xəstə deyir. Hiləgərliyin üstündə hiləgərlik. Həm özünü səhv bilmir, səhv görmür, səhv hesab eləmir. Bunu öz içində düşünmür belə, 1 qram bu haqda şübhələnmir belə. Həmçinin də bu cür egoist insanlarda başqasını günahkar hesab eləmək. Məsələ səni günahkar hesab eləmək deyə bir şey var. Ona görə dinlər bizdə şizofreniya yaradır. Və min illər ərzində şizofreniya gedir. Bu o demək deyil ki, onlar haqlıydı, düzüydü, Allah elədi, yox. Xeyr. Bu eksperiment idi, təcrübə idi. Biz heç nə eləyə bilmirik. Bu insanlar, strukturlar, sistemlər bizim şuurumuzun qatı olmamasından və zəif olmasından, yenə deyirəm, güclü şuur deyə bir şey yoxdur. Plastik zəif olmasından istifadə edirlər. Əgər sənin güclü şuurun olsaydı, bax bu daşlaşmış, bərkimiş, sən onda mağara adamı olardın. Bir meymun olardın, bəli, güclü olardın, amma düşünmə qabiliyyətin olmaz. Məsələn, məhz bizdə olan o şuurun zəifçiliyinə görə biz musiqini hiss eləyə bilirik və s. və s. Yaradıcılıq var. Bunlar isə bundan yapışıblar. Ona görə çox vaxt sən məsələn dindar insanlar içində yaşayırsansa şübhələnə də bilmirsən. Sən başa düşməlisən ki, sən uşaqlıqdan nə qədər içinə fikirlər, düşüncələr yeridilmiş bir adamsan. Psixologiya deyir, ana-ata fikirləri, onun fikirləri. Bu bir tərəfə, mən bunu başa düşürəm. Amma sənə həmçinin ideyalar da yeridilib. Məsələn, adamlar düşünür ki, mən hamısını atacağım, mən Allahı tanımıram, ateistəm. Ateistsən, nə olsun? İndi tupoylar deyir ki, mən ateistəm, amma mən yaxşılıq eləyirəm. Necə yəni? Elə yaxşılığı Allah üçün eləyirsən ki, çünki sən özün üçün eləyəndə sən özünü egoistləşdirirsən, sən özünü bütləşdirirsən, sən qurban verə bilmirsən, sən özünü düşünürsən yenə də. Sən Allahı düşünmədən yaxşılıq eləyirsənsə, sən yenə də özünü düşünürsən. Allahı düşünərək, yəni acı verməkdir nəfsinə, egona.
bərkimiş bir egoizmə acı verməkdir. Adamlar elə demir. Deyir, mən ateistəm, inanmıram, yaxşı insanım. Nə olsun, inanmıram, yaxşı. Boş şeydir. Yəni, sən özün seçirsən də, mən yaxşıyam, pisəm. Mən həm də demirəm ki, güya ki, dinin bizə dediyi qayda qanunlar, yaxşılıq pis, yaxşı pis olanlar, düz, yox. Hər birinizdə vicdan var, Allahın səsi hər birinizdə eşidilir, hər birinizdə ürək var, vicdan var. Bax, onunla hərəkət eləmək lazım. Dinin qoyduğu qaydalar, bölmələr nə yaxşıdır, nə pisdir, düzgün deyil. Ateistlərin mən özüm dəyərlərimi yaradıram, fikirləri də bu mənim üçün yaxşıdır, bu yaxşıdır, bu pisdir dedikləri, mən özüm eləyirəm deməkləri də düzgün deyil. Yalnız ürək və ürəkdən gələn səs həqiqətin səsidir, vicdanın səsidir. Məsələn, ateist bir gün köməklik eləyir, o biri gün köməklik eləmir. Amma vicdan sənə deyir ki, görsən, murdar bir insandır, vicdan sənə deyir ki, dürüst ol da, ona pul verdin, buna da verməlisin. Vicdan budur. Səni divara sıxır. Amma insanlar vicdanla yaşamır. İndiki dövrdə insanlar məhz elə ağılları ilə hərəkət edir. İnsanlar görürsünüz küçələrdə filan niyə iyrəncdir vəziyyət? Çünki insanlar bütöv şəkildə egoist düşünmə prosesinin içindədirlər. Çıxa bilmirlər ondan. Məsələn, mən küçədə gəzirəm, ağaclar, külək, günəş, hamısının fərqindəyəm. Bunlar deyil. Bunlar gedir, sənin sifətvə dəyir, ora dəyir, bura dəyir, itələyirsən və görmür heç nə. Maşınlar, insanlar heç nə görmürlər, robot. Bildiniz? Çünki bu düşünmə prosesi, egoist düşünmə çarxı, karusel, onları yeyir, bitirir, fərqində də deyirlər. Ağır acı verir Allah. Özüm o gün deyirdim ki, Allah insanlara o qədər ağır acı verir, imkan verir də ki, oyansınlar, insanlar oyanmır. Yenə də onu deyim ki, oyanmaq sizin özünüzdən asılıdır, seçiminizdir. Bir çox insan bu dünyaya məhz oynamaq üçün gəlir və oyanmırlar. Seçiminizdir. Həyatınızda, insanların həyatlarında nə qədər bəlalar olur. Oyanmır insan. Deyinir, şikayət eləyir, vurur, dağıdır, amma oyanmır. Anlamır ki, bu dünya heçdir də, ötür keçir, fanidir, hər bir şey itirilir, heç nə sənin deyil. Qoyun balası, qoyun oyanmaq istəmir. İnadla dirəşib ki, yox, mən nəsə əldə eləyəcəm, mən qazanacam, mən bunu eləyəcəm. Ona görə də əzab çəkməyə davam eləyəcəm. Və insanlar da səni oyanmağa köməklik eləmir, deyir, bəli, düz eləyirsən. Məsələn, insanın övladı rəhmətə gedir, balaca körpəsi. Sən bu oyanmalısan da ki, bu sənə aid deyil, bu dünya fanidir, ölümlüdür, hər bir şey. Yox, mən yenidən uşaq eləyəcəm özümə. Yəni, bu biabırçılıqdır bir tərəfdən. Oyanmaq istəmirlər. Nə deyəsən insanlara? Heç. Ona görə deyirəm, fikirlər keçir gedir, düşüncələr keçir gedir. Siz onların kimə aid olduğunu araşdırmalısınız. Mən kiməm, bu fikirlər kimə aiddir, kimə gəldi suallarını verməlisiniz. Bu fikirlərin qavrayış sahəsində ortaya çıxdığının fərqinə varmalısınız. Onların sizə aid olmadığını, siz olmadığını praktika ilə qavramalısınız, hiss eləməlisiniz və hüzurun əvvəlcədən elə siz olduğunu, yaranmadığının fərqinə varmalısınız. Allah doğmayıb sözü elə bu deməkdir. Bu deməkdir ki, Allah elə təmiz zehindir. Bizim iblis, Allah dediyimiz təmiz zehindir, iblis dediyimiz diskursiv ağıldır. Əzablarla bizi şirnikləşdirməklə aldadan və qorxudaraq aldadan, axırda da məqsədi bizi özümüzü qətlə yetirməyə çağıran birisi.
iblisinə biz iblis deyirik. Bəli, iblisin əsas məqsədi odur ki, sən əvvəl axır bezəsən və özünü öldürəsən. Budur. Amma doğulmayıb, Allah təmiz zehin o deməkdir ki, yəni ki, o hüzur, İbn Ərabinin hüzur dediyi bir şey. O var. Yəni sənin içində bir mənlik yoxdur, mən deyə bir şey yoxdur. Bu nə deməkdir? Bu azadlıqdır. Olmaqdan, ölməkdən, məsuliyyət daşımaqdan bir azadlıqdır. Sən bu mənliyin reallığına, gerçəkliyinə inanırsan deyə, əzablar da onun ətrafında formalaşır və sən onun köləsinə çevrilirsən. Onun heç olduğunu anlamaq üçün, boş bir şey olduğunu görmək üçün sən onun nədən ibarət olduğunu mən kiməm suallar verərək, dərindən analiz edərək aşkarlamalısan. Bax, bu qələm. Mən sənə indi sübut eləyəcəm ki, bu qələm real deyil. Nədən ibarətdir? Materialdan. İçində nə var? Proton, neytron, pozitron, müzon, bazon. Düzdür? Bəs onların içində nə var? Heç. Boşluq. İndi biz maddi baxımdan bunun boşluq olduğunu dərk elədik. Sadəcə atomlar var da. Amma mən bunu necə hiss eləyirəm? Necə? Bunu biraz yumuşaqdır. Necə hiss eləyirəm? Dərimlə. Bəs dərini necə hiss eləyirəm? Beyinlə. Bəs beyni necə hiss eləyirəm? Hə? Gördünüz? Bir şey demək olur. Hər bir şey bir yerə gəlib çıxır, ondan sonra deyə bilmirsən bir şey. Dərk edilməzdir. Gördüyümüz aləm dərk edilməz. Güya ki, riyaziyyatla, fizikayla dərk eləmək olur. Heç bir şey də olmur. Sən sadəcə nəzəriyyələr deyirsən. Yeni fikirlər, düşüncələr, amma işləylə dərk eləmək olur. Bu qədər. Çox danışdım. Ümid edirəm ki, kimsə baxdı, baxmadı. Yəni, hüzura yönəlin. Sözlərə fikir verməyin, aldanmayın. Əsas içinizdə olan şeydir. Bu qədər. Başqa nə demək olur? Heç. Deməyin də anlamı yox idi əslində. Bax, bu bütün söhbətin heç bir anlamı yox idi. Sözlər hardadır? 47-ci dəqiqə gedir. 25-ci dəqiqədə deyilən sözlər indi hardadır? Yoxa çıxıb gedib. Azad olub. Fikirlər boşdur. Düzdür. İndi bu ekranın qabağında mən varam. Sonra başqası olacaq. Hanı? Azad oldu, yoxa çıxdı, getdi. Düzdür. Hər şey yaxşıdır, rahatdır, əladır. Belə baxmaq lazımdır. Amma biz özümüzü çox aldatmağı seçirik və insanlar da aldanır. Kanala abunə olmağı unutmaq lazım deyil, baxmağı, paylaşmağı, şərh yazmağı unutmaq lazım deyil ki, bu da digər insanlara çatsın. Sualı olan şərhlərə yaza bilər. Bu qədər.